Tamam. 8-ci sinif kimya 1-ci hissə iş dəftərindən 3.3 kimyəvi təlimlərin əmsallaşdırılması mövzusunun suallarına baxırıq. Maddə kütləsinin saxlanması qanunu nəzərə alaraq amonyakın alınması reaksiyası sxemi doğru tərtib edilib cavabına əsaslandır. Deməli, burada nəyə 2 dənə azot atomu görürsünüz? N2 üstə gəl H2. Bəs burada nə alıb? NH3. Maddə kütləsinin saxlanması qanununa görə reaksiyaya girən maddələrin kütlələri cəmi reaksiyada alınanların kütləsi cəminə bərabər olmalıdır. Amma biz burada azot görürük də N2, bunun kütləsi 28-dir, hidrogen kütləsi isə 2 edir. Yəni, ümumilikdə burada olur 30, amma NH3-ün kütləsi 17-dir. Deməli, bu doğru tərtib edilməyib, səhvdir. Cavabımız da, yəni kütlələrinə görə baxırıq ki, reaksiya girənlərin kütləsi cəmi alınanın kütləsi cəminə bərabər deyil. Yəni, burada əmsallaşdırma aparmaq lazımdır. Reaksiyanın əsli belə olmalıdır. N2 üstə gəl H2, NH3 alınır, bura 2 yazırıq, burada 3 yazırıq. Bu zaman düzgün olur. Yəni, burada hesablasaq 28 üstə gəl 6 edir 34, 2 vur 17, bu da 34 edir. Düzgün olan belə olmalıdır. Yəni, burada hidrogen atom sayı bir dənə də belə olmalıydı. H. Bu NH3-dən də biri olmalıydı. N, burada yanında H-lar. O zaman düz olardı, amma belə səhvdir. İkinci suala baxaq. Maddə kütləsinin saxlanması qanunu nəzərə alaraq metalın yanma reaksiyasının sxemini tərtib edir. Metal CH4-dür. Yanma reaksiyası oksigen yanma reaksiyasını yazırıq. Üzvü birləşmələr yanında CO2 üstə gəl H2O alınır. Baxaq. Burada baxın. 4 hidrogen atomu görürük. O zaman 4 hidrogen atomu olsun deyə sağ tərəfdə suyun qarşısına 2 yazırıq. Oksigenlərə baxaq. Sağ tərəfdə 2 dənə oksigen burada, ikisi də buradadır. Əmsallı indeksə vururuq. Bunun indeksi 1-dir. 4 oksigen atomu var. Ona görə burada 4 olması üçün 2 yazırıq. İndi düzdür. 16 üstə gəl. 2 vur 32. Bərabər olmalıdır. 44 üstə gəl. 2 vur 18. Hesablayaq görək düzdüyümü. 64-ün üstünə 16 gələndə bura 80 qram eləyir. 36 üstə gəl 44 80 eləyir. Yəni 80 bərabər 80. Demək ki, düzgün tərtib eləmişik. Siz bu təlimi yaza bilərsiniz. Açıqlama hissəsi budur. Aşağıdakı reaksiyalar təngliklərini əmsallaşdır deyir. Əmsallaşdıraq. Deməli, burada oksigen sayı 3-dür. Üstədə də olsun deyə bura 2 yazaq. O zaman burada 2 yazırıq. 2 karbon, 4 oksigen sağda və solda düzgündür. Deməli, burada 3 kalsiyum var. Burada da 3 olsun deyə qarşısına 3 yazırıq. 2 azot burada var, ikisi də burada. Azotun qarşısına heç bir şey yazmırıq. Burada da yine 2 alüminyum var. Bura 2 yazırıq. Kükürt 3-dür. Bura 3 yazırıq. Fosforu 2 görürük. Oksijeni 5. Belə tək ədədi görəndə adətən bunu cüt ədəd çevirmək lazımdır. 10 oksigen atom elədi. Ona görə bura 5 yazırıq. 4 də fosfor. Sonra bu hissəyə baxaq. 2 oksigen burada var. 2 natrium olması üçün bura 2 yazırıq. Alüminyum 2O3 üstə gəl H klor. Alüminyum klorid üstə gəl H2O alınıb. Yine burada oksijenin sayını əslində necə edə bilərik? Bura 3 yazsaq. Baxaq, oksijen burada 3 deyə burada 3 yazdıq. 6 hidrogen ilədir. Bura 6 yazaq. O zaman bura neçə yazmalıyıq? 2 xlora görə. 6 xlor olsun deyə. Aha, düzgündür. 2 alüminyum burada, ikisi sağda. 6 hidrogen, 6 hidrogen. 6 xlor, 6 xlor. 3 oksigen, 3 də oksigen. C2H4 karbon 2 dənədir. Burada 2 yazaq. Hidrogen 4 dənədir. Bura 2 yazırıq. Oksigen nə elədir? 6. O zaman bura 3 yazırıq. NH3 üstə gəl O2. Alına beni o üstə gəl H2O. Aha, bu NH3-dəki hidrogeni cüt ədədə çevirək. O zaman bura 3 yazmalı oluruq. Azot 2 olsun deyə bura 2 yazırıq. Bunu necə yaza bilərik? Baxın, burada neçə oksigenlədir? 5. Burada 5 olması üçün 2 onda 5 düşməlidir qarşıya. Düzdür. Amma əmsalda biz kəsr ədəd yazmırıq. Belə tapanda nə edirsiniz? 2 onda 5 olmaz. Bunu normal ədədə çevirməliyik. Kəsr olmasın. O zaman 2-yə vurarıq da. Hər tərəfi onda, hər əmsalı 2-yə vurun. O zaman bura 4 düşəcək. Bura 5, 2 üçün 4, 2 üçün 6. Belə olan halda daha düzgün əmsallaşdırma olmuş olur. Bu hissəyə baxaq. Hidrogen deməli, nə görürük? Burada xlor görürük 3 dənə.
Bura 2 yazsaq, burada 2 yazsaq. Deməli, xlor 6 oldu. Burada 6 yazaq. Bu desəm çox elədik. Deməli, nəysə sonra qısa da apara bilərik. 12 hidrogen olsun deyə bu 6 yazsaq. Aha, düzdür. İndi baxın, burada da hər biri ixtisar gedə bilər 2-yə. O zaman 2-yə ixtisar aparaq. 1, 3, 1, 3. Belə yaza bilərsiniz. Bu da düzgündür. C2H2 ise gəl O2. Burada 2 yazaq. Daha doğrusu gəlin bunu 4 edək. Çünki oksigen bu səfər kəsrədə olacaq. Bura o zaman 2 yazmalıyıq. Hidrogen 4 olmalıdır. Bura 2 yazaq. 4 kimi 8. Burada ikisi 10. Oksigen olmalıdır. Bura 5 yazırıq. İşte hamısı düzgün olmuş oldu. Reaksiya təhlillərində boşluqlara uyğun maddələri müəyyən etdik. Aha. Biz artıq əmsaldan görürük ki, burada 3 dənə maqnezium var. Və burada qarşıda əmsal yazmır. Baxın, lazım olan yerdə yazın. Lazım deyilsə yazmayıb. 2 dənə də fosfor yazdıq. Burada H klor görürsünüz, qarşısında 2 var. Deməli belə olacaq. Hidrogen 2, klor 2 olsun deyə. Aha, burada 2 CO yazır. Burada deməli bir dənə karbon var. 2 dənə də oksigen. Belə olan halda düzdür. 2 karbon, 2 oksigen. Baxaq, alüminium 2 alüminium bu tərəfdə. Burada deməli hidrogen 6 dənədir. Deməli ayağına heç nə düşməyəcək. Xlor da 6-dır. Demək ki, bu H xlordur. Natrium üstəgəl H2O alınır. 2 mol maddə üstəgəl H2. 2 natrium görürsünüz. Deməli natrium ayağına heç nə düşmür. Hidrogen ikisi buradadır. 2 dənə də burada olmalıdır. 2 dənə də oksigen var. Bu natrium OH-dır. 2 oksigen var. Baxın bunun tərkibində 2 dənə də hidrogen. Cəmi 4 hidrogen sağda, 4 hidrogen solda. Bura nəzər salaq 4 hidrogen olmalıdır. Bir də karbon. Bu da CH4-ə uyğundur da. Baxaq, düzgündür. Bu ilə bayaqçı reaksiya oxşarıdır. Deməli, deməli alacağımız maddənin içərisində azot yoxdur. 4 də buradadır. Oksigenlə hidrogen var. Bu da elə H2O-ya uyğundur. 4 sum 12. 12 hidrogen həqiqətən və 6 oksigen həqiqətən. 6 oksigen düz gəlir. CO2 üstəgəl H2O. Deməli, burada 6 dənə oksigen görürük. Demək ki, bu maddənin tərkibində karbonla hidrogen var və 2 karbon var. 6 da hidrogen. Sonra kalium OH üstəgəl. Bu nə? Kalium 2 SO4 üstəgəl H2O olub. Bu da aydın məsələ. Baxan kimi görürük ki, burada SO4 qrupu olacaq. H2O. Hidrogenlərə baxaq. Burada 2 hidrogen var, burada 4. Demək ki, bunun içərisində 2 olacaq da. Baxın, buradakı maddə H2SO4-dür. Sulfat turşusudur. Deməli, bu piritdir, üstəgəl O2. Alınır SO2. Tərkibində deməli 4 dənə dəmir olan bir maddədir. Dəmirin ayağına 2 düşəcək, 4 olsun deyə əmsalda 2 var çünki. Şükür olacaq mı burada? Yox, oksigen olacaq. Gəlin oksigenləri sayaq. Burada 22 oksigen olmalıdır. Ümumilikdə 16 burada var. 22-dən 16 çıxsaq, qalır 6. Deməli, bu dəmir 2O3 imiş ki, buradakı oksigen 6 üstəgəl 16, 22-ni verməlidir bizə. 5-ci suala nəzər salaq. Qırmızı kürələrlə oksigen, qara kürələrlə karbon, ağ kürələrlə hidrogen təsvir olunmuşdur. X-in tərkibinin hansı elementlərdən təşkil olunduğunu müəyyən et. Qırmızı kürələrlə oksigen. Gəlin, baxaq görək bu nədir? Reaksiya təhlili ilə ifadə təmsallaşdırır. Bu B-ni ilə burada əvəzdən yazaq. Deməli, qırmızılar oksigendir. Ağlar hidrogendir. Burada baxın, hamısı eynidir, görürsünüz. Bu H2O-dur, amma neçə molekul görürsünüz burada? 6 H2. Üstə gəl. Deməli, qaralar karbondur. Baxın, bunun biri CO2-dir. Burada neçə molekul görürük? 6 görürük burada da. Alınıb X və üstə gəl. Bu qırmızılarda oksigendir də. Yenə neçə molekul görürük? 6. 6 O2. Bu fotosintez prosesidir. Yəni, bax görə bu X-in tərkibində nə olacaq? Oksigenləri sayaq.
12 oksigen buradadır, 12'si də buradadır. Demək ki, 6 dənə oksigen var bunun tərkibində və əmsal da yoxdur qarşısını görürsünüz. Hidrogeni sayaq. Ə, 12 hidrogen olmalıdır və 6 dənə də karbon. C6H12O6 imiş bu. X-i tapdıq. X-in tərkibinin hansı elementlər təşkil olunduğunu müəyyən et. X tərkibinin artıq C6H12 C6H12O6 karbon, hidrogen, oksigen. Cavabını əsaslandır deyəndə artıq bu reaksiya sxeminə görə əsaslandıra bilərik. Yəni burada bunu yazandan sonra aydın olur da artıq ki, tərkibində deməli bu oksigeni düzdür buradan çıxarsaq da, yenə də burada əlavə oksigen də var, hidrogen də var, karbon da var. Yəni onların birləşməsindən əmələ gəlir. Abone olun, like edin, rəy yazın, video linkini paylaşın. Sağ olun. 6-cı sual. Aşağıdakı maddələrin yanmasından karbon qazı və su alınır. Bu reaksiyaların tənliyini tərtib et və əmsallaşdır. Molekulunda 2 karbon və 6 hidrogen atomu olan maddənin. Molekulunda 2 karbon, 6 hidrogen olan maddənin, deməli, tam yanmasından, yanma reaksiyası deyirsə oksigenlə reaksiya aparırıq. Karbon qazı CO2-dir, su H2O. Tənliyi tərtib elədik və əmsallaşdıraq. 2 karbon görürük burada, burada da 2 olsun deyə yazdıq. 6 hidrogen, bura 3 yazırıq, tələsdik. Yenə kəsrədə olmasın deyə bunu yenə hər tərəfini 2-yə vurmalıyıq. Bura 2 yazaq, bura 4 yazaq. Bura 6 yazaq. Oksigenlərə baxaq. 4 kimi 8, burada da 6 oksigen. Desə 14. 14 olsun deyə bura 7 yazırıq. Molekulunda 2 karbon, 6 hidrogen, 2 oksigen atomu olan maddənin yanmasını yazaq. Yenə CO2 üstə gəl H2O al. 2 karbon görürük, 2 yazaq. 6 görürük, 6 yazaq. Burada diqqətli olmalıyıq. Deməli, 7 dənə oksigen atomu olmalıdır. İkisi buradadır. Burada deməli 5 dənə olmalıdır. Deməli, bunun qarşısına 2,5 yazmalıyıq ki, bizə 7 dənə oksigen versin. Bayaq dediyimiz kimi kəsrədə də yaza bilmərik. Tam ədədə çevirmək üçün hər birini 2-yə vururuq. Bura 2, bura 5, bura 4, burada 6 düşmüş olacaq. Molekulunda 3 karbon, 8 hidrogen, 1 oksigen atomu olan maddənin yanma reaksiyasını yazaq. CO2 üstə gəl H2O alınır. Deməli 3 düşür bura. Bura 8 olsun deyə 4 yazırıq. Deməli 6, bu da 4. 10 dənə oksigen atomu olmalıdır. Bizcə bunun içərisindədir. Bunu deməli 4-ün də 5 düşər qarşısına ki 9 olsun. Yenə 2-yə vurun hər bir tərəfi. 9, 6, 8. 7-ci suala baxaq. Reaksiya tərkiblərinə əsasən X, Y, Z maddələrini müəyyən et. Deməli, X nə olacaq? NH3, 2 dənə azot olmalıdır. 6 hidrogen. Adi məsələn YH2O-dur. Deməli, burada əmsallara fikir verməz. Bax, H2O yazsaq, 4 hidrogen, 2 oksigen düzgün çıxır. İndi baxaq bu X, Y artıq tapmışıq da burada deməli. X nədir? 2 NH3, üstə gəl, Y nədir? 2 H2O. Bu əmsalları verib elə burada onu yazdıq. Deməli, burada bir dənə kalsiyum var. 4 dənə hidrogen, 4 yox, hidrogen sayı çoxdur burada. Deməli, 6-sı burada, 10 dənə hidrogen var. Deməli, bu nəticə H5-dir. 10 hidrogen olsun deyə. Bir dəqiqə tələsməyə görə. Bu deməli 6 hidrogen burada, 4 də burada. Cəmi 10 dənə hidrogen atomu var. Düz eləmədik. İkisi burada da hidrogenin. Burada 8 olmalıdır. H4'dür bu. H4. Sonra nə var burada? Kalsiyumu çıxdıq. Azot var. 2 dənə azot. NH4.
Oksigen 2 dənə. Hə, burada xlora baxmalıyıq. NH4 xlor. Belə olanda düzgün olur. Deməli, bu NH4 xlor 2 reaksiyaya girir. Kalsium OH ilə kalsium xlor 2, NH4 OH alınır, NH3 və H2O-ya parçalanır o. Bu qədər. Sağ olun, salamat qalın.